Hər kəs salam dostlar. Bu gün də sizi ayımızın 3-cü vacib xəbərindən salamlayıram. Hansı ki bu xəbərin də adı PPI-dır. Bundan qabaq NFP, CPI xəbərlərini sözün əsl mənasında aşırtdıq. Geriyə qalan bir dənə PPI-dır. Bu gün də bu videoda sizə PPI xəbərlərini necə analiz edəcəm, həm texnikal analiz edəcəm, həm də ki xəbərləri analiz edəcəm və bunların ikisinin birlikdə bizə verdiyi siqnal nədirsə, onu sizinlə əvvəlcədən bölüşəcəm ki, siz də treyderlərinizi buna uyğun eləyə biləsiniz. Bütün bu dərsləri, videoları, analiz videolarını siqnaldan qabaq, yəni işlem olmamışdan qabaq qrupda paylaşacağım və hər biriniz də bu əməliyyatları rahatlıqla eləyərək gəlir əldə edəcəksiniz. Bundan qabaqki NFP və CPI xəbərləri çox belə qarışıq faizlərlə çıxdığına görə iynə atdı və mən bu iynədən sizə necə sağ qalmaq lazımdır, yəni iynəni hara qədər ata bilər, ora qədər izah eləmişdim. Bu gün də sizə eyni qayda ilə bu xəbərin birbaşa uçmayacağını, iynə atıb qalxacağını və yaxud da iynə atıb düşəcəyini sizə əvvəlcədən videoda izah eləyəcəm. Və girişlərinizi hardan əlavə eləməli olduğunuzu, hara qədər tutmalı olduğunuzu bir-bir videoda göstərəcəm. Elə isə gəlin keçək, baxaq görək mən bunları necə analiz eləyirəm. Salam dostlar, bir daha PPI xəbərləridir bu gün. Deməli bu gün ayın avqustun 13-üdür və biz PPI xəbərlərini analiz eləyirik ki, bu gün 16:30-da olan PPI xəbərləri nə cür reaksiya verə bilər. Mən burada bu xəbərləri yenə köhnə qayda ilə sizlə analiz edəcəm və ondan qabaq, yəni birinci yenə texnikal baxaq görək burada vəziyyət nə yerdədir. Qalxan trendimiz, 1 saatlıq qalxan trendimiz artıq burada deməli change of character eləyib, yəni qırılıb. Ondan sonra yüngül retestində eləyib düşüb və biz burada ikinci yenə retest gözləyə bilərik. Və biz buradan yenə sell əməliyyatları aça bilərik. Hansı ki bu gün sizə mən səhər-səhərdə Telegram qrupunda xəritə də vermişəm ki, buralar bizim üçün sell nöqtəsidir. Okay. Buralar bizim üçün sell nöqtəsidir. Biz bu selli 4403-dən, yəni ən yaxşı, yəni başlanılan yer 4403-dür. Ancaq ki, yəni əgər erkən düşüş olarsa 4396, 4300 yox, 84 çox aşağıdır. 4390-lara qədər qalxıb məsələn buralardan sell reaksiyası alıb düşüş eləyə bilər deyə düşünürəm. Əgər xəbər vaxtı olsa, maksimum atacağı iynə budur. Yəni bax balaca iynə atıb düşəcək. Bu gün ümumiyyətlə PPI xəbərlərinə elə də böyük hərəkətlik gözləmirəm. Bunu da indi sizə faizlər tərəfdən də baxanda görəcəyik ki, həm də nəyə görə deyirəm. Amma yəni ümumi düşüncəm selldir. Yəni buy haqqında düşünmürəm bu gün. Səhər başlarında da belə demişəm. Çünki qərar nöqtəmizin altındadır qiymət və bizim sell nöqtələrimizdə sırf baxın bu nöqtələrdədir. Buralardan reaksiya alacağını düşünürəm. Keçək xəbərlərə. Xəbərlərə baxaq. Xəbərlərdə burada nələr var? Məsələn mən bu ilk core PPI month-to-month faizlərini, məsələn previous 0,2% verib, forecast isə 3% verib. Burada yəni çox belə böyük araşdırılacaq bir şey yoxdur. Sadəcə belə düşünürəm ki, məncə bu xəbər neytral olacaq. Yəni 0,2%, yəni aza çox göstərib, düşünürəm ki, bu elə 0,2% olacaq. Ya da ki, nə bilim, yəni 3%. Yəni bu xəbərin neytral olacağını düşünürəm. Eyni cümlədən PPI-da da gələndə baxaq görək. Baxın, burada mən ChatGPT-də yazmışam nə düşündüyümü. Deməli, core PPI-nin 0,3% olduğunu, yəni ən pis ehtimalda 0,3% olacağını demişəm ki, yəni 0,2 yox, məsələn, deyək ki, 0,3-dür də, 0,3%, yəni maksimum ola biləcək budur. Ən pis ehtimalda belə düşünmüşəm və PPI-da isə yazmışam ki, mən bunu 0,1% olacağını düşünmüşəm. Deməli, minus 3%-dən forecast-da 0,2%, yəni bunun qalxacağını düşünüblər bunlar. Mən isə yəni o qalxsa da maksimum 1%-i görə biləcəyini düşünmüşəm və 1% qeyd eləmişəm. Bu köhnə datalara görə baxıb çıxartdığım nəticədir. Bu iki dənəsi verəcəyi siqnal hər hansısa bir sizə güclü bullish və yaxud güclü bearish hər hansısa bir siqnalını vermir. Neytral bir siqnal olacağını düşünürəm bu ikisinin. Unemployment claims-ə gələndə isə burada unemployment claim-də köhnə datalara baxanda görürük ki, məsələn, deyək ki, 211K ilə 212K arasında görürsünüz, böyük fərq yoxdur. Yəni 1K aralarında fərq var. Belə olanda aşağı çıxır, yəni yaşıl rəngdə olur, 202K. Məsələn, burada görürsünüz, indi son həftələrdə baxanda, gözləyinizsə bilən yerəsini tapın. Məsələn, burada 209K-ya 211K verib 187K çıxıb. Yəni,
Belə az olanda, artımlı olduğunu olanda, yəni məsələn azalır da 187K olur. Bu da işsizlik faizinin məsələn azaldığını göstərdiyinə görə dollara müsbət təzyiq göstərir, qızılı isə aşağı salır. İndi isə bu da eyni ssenarini görürəm burada. 199K-ya 202K verib düşünürəm ki, bu 180 və yaxud 190 arası olacaq deyə düşünmüşəm. Və bu da ChatGPT-nin analizinə görə belədir ki, mənim bu faizlərim qarışıqdır. Məsələn, Core PPI neytral göstərir, PPI yüngül bullish göstərir, claims isə bearish göstərir. Yəni bu orta bearishdir. Tam da güclü bearish deyil, amma yəni digər bunlardan güclü bearishdir. Və biz bu bearishin üzərinə gəlsək buradakı bizim sell nöqtələrimizin gücünü, mən düşünürəm ki, burada bu gün biz ancaq sell axtarmalıyıq bay əvəzinə. Ancaq yenə deyim, bu gün mən güclü raket gözləmirəm. Nə aşağı, nə yuxarı, belə. PPI haqqında danışılacaq çox şey yoxdur. Hara qədər getsə, hara qədər düşə bilər deyə danışmaq istəyirsinizsə, yəni o belə böyük bir şey deyil. Məsələn, gəlib buradan qərar nöqtəsindən, yəni də burada bizim sell nöqtəmizdən reaksiya alsa, yenə gəlib bizim baxın buralardan yenə təzədən reaksiya alıb geri qayıda bilər. Bu səfər də qərar nöqtəsini əgər qırarsa, o zaman dünənin Asiyanın hayını bu səfər ola bilər ki, qırsın, getsin. Amma yəni bu sadəcə buranın gücündən bağlıdır. Əgər buradakı güc güclü olarsa, yox güclü olmazsa, o zaman elə heç nə, elə buralarda oynamağa, sideway eləməyə davam eləyər və biz sabah baxarıq ki, sabahki technical bizə nə göstərir, biz də ona uyğun hərəkət eləyərik. Yəni baxaq görə sabah ümumiyyətlə xəbər varmı, yoxmu? Tomorrow hamısı orange xəbərlərdir, elə də bir güclü xəbər yoxdur. Yəni sabah da sideway olacaq və biz texnikalın gücü ilə biləcəyik ki, nələr baş verəcək. Belə. Bu mənim bugünkü analizimdir. Yəni heç kəsə demirəm ki, yüklənin selə və yaxud yüklənin baya 16:30 zamanı, yəni belə bir şey olmayacaq. Yəni düşünmürəm ki, birbaşa raket atsın ya yuxarı ya aşağı. Yəni ata bilər, məsələn 100 pips, 150 pips, 200 pips. Yəni bu PPI-da düşünmürəm ki, elə güclü hərəkətlilik olsun. Ancaq bizim sadəcə düşüncəmiz budur ki, mənim əsas bugünkü kozurum nədir? Mənim əsas kozurum bu unemployment claims-in yaşlı rəqdə çıxmağı, qızıla mənfi təsir göstərməyi və eyni cümlədən bu hissədən sellərin olmağıdır. Bu ikisini birləşdirib sellərdən biraz qazanc eləmək fikrim var. Belə. Deməli 497 bizim üçün qərar nöqtəsi kimi həm də sell nöqtəmizdir və bu gün biasımızda selli. Əsasən sellə daha çox güvənəcəyik və ona görə indi olduğu nöqtədən xəbər vaxtı olacağı nöqtə haradırsa, oradan başlayırıq sell düzməyə. Bir də bunun rəngini qırmızı eləyək. Buradan başlayırıq sell düzməyə, sell düzməyə. Bu bura iynəsini atandan sonra düşüş eləyə bilər. Yəni eyni baxın bu zonadan düşəsi olmasa, iynə atası olsa, baxın iynəsi 97.03-ə qədərdir. Bir də ora iynə atıb təzədən oradan aşağı düşəcək. Yox elə birbaşa düşərsə gedəcək yer maksimum. Deməli buralar, bir də 43-dür. Amma buradan buy eləmək olmaz, 63-lərdən buy eləmək olmaz. Buy eləmək olar ancaq 48-lərdən. Baxın bu zonaları gözləmək lazımdır. Biraz yekə oldu. Bu zonaları gözləmək lazımdır, okey. Gəldi buralardan da buy eləyib gözləyəcək axıra qədər. Və yaxud da buradan gəlsə, və yaxud da 97-dən 13-ə qədər də iynə atıb oradan düşməyini də sıxa bilərik. Belə bu iki zonada, məsələn 48-dən buylar, 97-dən 13-dən sellər. Çox sadədir. Bunu nəzərinizdə tutun və bu cürdə işləyin. Bu arada həmən xəritəni ümumi qrupda da paylaşmışam. Hansı ki saat 11:11-də, yəni günorta saat 12-yə işləmiş. Bütün aralıqları sizinlə paylaşmışam ki, yəni buradan düşəcək, buradan qalxacaq. Baxın bu şəkildə. Yəni burada təkcə VIP üçün yox, bütün ümumi qrup belə bunu görür. Son 3 dəqiqə qalıb. Buradan yavaş-yavaş sellər atıram. Düzdür, balans çoxdur, amma yenə də lotlar düzgün idarələmək lazımdır. İynə atacaq yer biraz çoxdur yuxarıda. 97.03. Mən ardıca 70 lota qədər aça bilərəm. 70 lota, yəni 70 dənə 0.001. Bir ekranımda 13 dənə şey var. Burada heç 10 dənə yoxdur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənədir. Hələ 59 dənə də aça bilərəm. Neysə gedək. Başlayaq ya Allah. Yavaş-yavaş açaq buralardan. Biraz sayını artıraq.
Buralardan da çox açmaq istəmirəm ki, iynə momentini daha çox aça bilim. Əsl məsələ o deyil, əsl məsələ görmək ki, olmur hər kül dənmək, tənha bir ruş yellənmək. Əsl məsələ görmək, hamımız bir gündəyik. Məsələ yaşayıb bilmək, yaxud oxuyub öyrənmək. Əsl məsələ əylənmək, ziyanın hamısından dönmək. Məsələ özündən getmək, ya da ki durmaq, tərpənmək. Əsl məsələ o deyil, məsələ səs eləmək. Eşidib ucadan susmaq, özünə bəs eləmək. Oldum cambaz həyatın ipinə çarpaz, ayağım bitməz servən. Hər dəfə olmaz çempion, yıxılan boğulan başlar geridən. PPI, Redki day. Əməlli bu gün də PPI-yi vurduq və 3-də 3 elədik. Bu avqust ayının 3 xəbərinin 3-ünü də sözün əsl mənasında aşırtdıq. Bu videoda sizə risk menecmenti necə düzgün idarə eləmək lazımdır, haralara qədər qalxıb haralardan giriş eləməli olduğunuzu bir-bir izah eləmişdim və qrupda da hər bir kəs bu əməliyyatları necə açdı, necə profit elədi, hər birini ekran qaydalaraq sizə göstərdim. Bir də tamamilə başqa bir şey haqqında danışmaq istəyirəm. Mənim videolarımla edit səhifəsi düzəldən uşaqlar var. Yəni mənə videolarımdan editlər falan düzəldirlər. O gün kommentləri oxuyuram, orada bir nəfər yazıb ki, əgər belə çox bilirsənsə al, nə bilim 100 minlik fon, 200 minlik fon, 300 minlik fon keç, nə bilim nə elə. Mən bunları dostum trade'ə təzə başlayanda eləyirdim. Mən fon hesabı, axırıncı dəfə fon hesabı məsələsi gələndə mən fon hesabını prinsipə oturdum. Birini 100 minliyi bir günə, 2 adımlığı isə, yəni 200 minliyi 2 həftə içində keçdim. Həmən bu strategiya ilə. Yəni bu strategiya ölümsüz strategiyadır. Bunu fon hesabları ilə test eləməyə ehtiyac yoxdur. Zaten mən bunların hamısını illər öncə keçmişəm. Amma mənə bir şey maraqlıdır. Sən bu fon hesabları ilə 1/100 leverajla xəbərlərdə nə edirsən? Ümumiyyətlə heç əməliyyat aça bilirsənmi? Tutaq ki, açmısan. Əməliyyatda xeyrdəsən, bağlaya bilirsənmi? Laf tutaq ki, bağladın, profit elədin. Axırda sənə heç e-mail gəlir ki, your account permanently closed due to violation of our rules. Əvvəllər fon hesabını keçəndə həvəslənib divara zada asırdıq. İndi amma biz artıq bunları divardan asmırıq. Yandırırıq mənim qanqam.